Deməli qardaş, bura bir sual atıb. Kiminsə sualıdır, bir qadının sualı. Deməli, sualda gəlir ki, qaynanam ağır xəstədir. Hətta hamamı belə mən aparıb gətirirəm, altını üstünü dəyişirəm. Hər şeyi mən edirəm, körpə uşaqlıyam, uşaqlara baxa bilmirəm. Həm də səhərdən gecəyə kimi onlara baxıram. Bir dəqiqə su içməyə belə, ya yemək yeməyə belə vaxtım yoxdur. Yemək suyu belə ayaq üstə içirəm. Buna baxmayaraq o məni dili və əməlləri ilə zülm edir, oğlunu doldurur, məni və anamı, atamı söydürür. Mən çəkdiyim bütün əzab-əziyyətimi ona haram edirəm, halallığı vermirəm, buna görə günah qazanırammı? Və bir də özümdən asılı olmayaraq qarğış edirəm. Bir neçə gün olaraq namaz qılmıram, çünki yoldaşım da qaynanam körpə uşaqla namaz qılmağım üçün mənimlə bərk dalaşırlar, ərimə də haqqımı halal etmirəm. Ümumən qardaşlar, sualın içində çox sual olanda sualı çalışın bir neçə yerə bölün. Aydındır. Çünki cavab verəndə istər-istəməz, yəni ki, o sualın içərisindəki, belə deyim də, suallar mənim yadımdan çıxır uzun olanda. Və cavablandırmadan görürsən ki, müəyyən məsələlərin üstündən keçirik. Bu belə. İkincisi, bu məsələ elə ki, gəlin qaynana problemləridir. Və Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki: "İdfa billati hiye ahsan." Sən pisliyi yaxşılıqla uzaqlaşdır. Pisliyə qarşı yaxşılıq et. Əgər belə etmiş olsan, çox keçməz ki, qarşında düşmən olan kimsəni yaxın bir dost taparsan. Yəni ey bacım, yəqin ki, bu sualı yazan qadındır. Bunu Allah Subhanahu taala sənə vəd verir. Allahın vədi haqdır, o heç vaxt öz vədinə xilaf çıxmaz. Hər kəsin sözü alınır və atılır. Ancaq Allah Taala'nın, elçisinin, Allahın və elçisinin sözlərindən başqa. Yəni bunların sözləri bir mənalı olaraq qəbul edilir, inkar edilmir, şək-şübhə edilmir. Və Allah Subhanahu Taala'dan doğru danışan kim ola bilər? Kim var ki? Kaş ki insanlar bunu başa düşəydilər. Çünki Allah Taala nə deyir? Əgər sən pisliyi yaxşılıqla uzaqlaşdırsan, pisliyə qarşı yaxşılıq etsən, Allah Taala sənin halını islah edəcək, o düşdüyün sıxıntını aradan qaldıracaq. Əgər onlar, yəni indi bu ərdən qaynanadan gedir söhbət, əgər onlar sənin etdiyin yaxşılığın qabağında sənə pislik edirlərsə, bunun elə bir ki, iki səbəbi var. Birincisi ola bilər ki, sənin etdiyin yaxşılığın üstü yaxşılıqla bəzənmiş olsa belə, içi kin, küdurət, nifrət, minnət, qərəz və qəzəblə doludur. Çalış içinlə kölünü yaxşılıq baxımından bərabərləşdir. Sələflər gətirir ki, səbrin əvvəli zəhərdən acıdır, axırı isə baldan şirin. Həmçinin gətirirlər ki, ümumən, yəni bizdə də bu mənanı özündə doğuran bir atalar sözü var, pis günün ömrü az olar. Və Allah Teala Qurani-Kərimdə buyurur, İnnə mə'al usri yusra, çətinliklərdən sonra asanlıqlar gəlir. Və ümumən götürəndə insanların şirin dilə, gülər üzə, ey bacım, iynəyə, dərmandan, iynə dərmandan, yemək içməkdən daha çox ehtiyacları var. Hər zaman ruhani qidalar, mənəvi dəstək hər zaman cismani qidalardan, fiziki dəstəkdən üstündür. Və sənin qaynanan da uşaq deyil, yaşlı qadındır. İstər-istəməz bunları görür və hiss edir. Amma məcbur qalır, çünki baxanı yoxdur, çünki sənə möhtacdır. Həmçinin sənin etdiyin yaxşılığın içində deyingənlik, minnət varsa, Allah da bunu səndən qəbul eləməz. Çünki Allah Teala Qurani-Kərimdə nə buyurur? وَلَا تَبْطُلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى Öz sədəqələrinizi minnətlə və insanlara əziyyət verməklə puç etməyin. Və o da yaşlı qadındır, istər-istəməz orada-burada gedib danışacaq, deyəcək ki, filan şey elədi, başıma qalxdı, bir parça yemək verdi, başıma qalxdı. Ona görə onun danışmaması üçün
onun elə bir ki, belə deyim, danışmağı üçün şərait yaratmaq lazım deyil. Ona görə də onun danışmağı üçün şərait yaratmaq lazım deyil. Hər məsələdə olduğu kimi bu məsələdə də özünə sual ver. Niyə görə qaynanam narazıdır? Hansı əməlimə görə, hansı davranışıma görə, hansı səhlənkarlığıma görə bu adam deyinir? İnsan özü-özünə sual verəndə öz xatasını daha tez tapır. Hər məsələdə olduğu kimi bu məsələdə də insan günahı özündə axtarmalıdır. Əgər günahı başqasında axtarsan, insan heç vaxt islah olan deyil. Bir də ümumən qocalara, böyüklərə hər zaman heç kimə edilməyən endirimlər və kampaniyalar olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki Tirmizinin rəvayət etdiyi bir hədisdə buyurur, qocalara, yaşlılara nə qədər çox səbr etsən, yaxşılıq etsən, Allah da sən qocalanda sənin xətalarına səbr edən insanları sənin qabağına çıxaracaq. Necə ki, axirətin üçün salih əməllər tədarük görürsənsə, eləcə də qocalığın üçün tədarük gör. Allah Teala insanın qocalıq anını Quranda nətər zikr edir? Zəiflik adlandırır. Allah Teala buyurur ki, siz gücsüzlükdən, yəni körpəlikdən sonra qüvvətli cavan edən, sizi körpəlikdən sonra qüvvətli cavan edən, qüvvətli olduqdan sonra yenidən taqətsiz və qoca zəif edən Allah Subhanahu Taaladır. Fikir verdin, Allah Taala bir insanın elə bir ki, körpə vaxtın, bir də qoca vaxtın zəiflik çağı adlandırır. Ataların bir misalı var. İnsan yaşlaşdıqca ağlı uşaq ağlı olur. Fikir ver, bu ayədə də Allah Subhanahu Taala müəyyən elə bir ki, cəhətdən onları bir-birinə müqayisə edir. Yenə deyirəm, əziz bacım, səbrin əvvəli zəhərdən acıdır, axırı baldan şirindir. Pis günün ömrü az olar. Allah Teala Qurani Kərimdə buyurur ki, çətinliklərdən sonra asanlıqlar gəlir. İnsanların şirin dilə, gülər üzə, iynə dərmandan daha çox ehtiyacı var. Bunların hamısı bir imtahandır. Allah qatında sənin dərəcələrinin yüksəlişi deməkdir, əgər səbr etsən. Və sonra sualın içərisinə gətirir ki, mən onlara bəddua etdiyimə görə mən günah qazanırammı? Və ümumən bir insana haqqı olmadan onu söymək, ona bəddua etmək, əlbət ki, onun haqqına girməkdir. Haqqına girmək deyil, günahdır. Günah qazanırsan. Allah səni kör eləsin, şikəst eləsin, zəll eləsin və s. belə dualar, bəddualar əlbəttə ki, insanın haqqına girməkdir. Və ümumən insan hər zaman ağzını xeyir açmalıdır. Xeyir duaya öyrəşdirməlidir. Nə qədər insanlar olub ki, onların yaxınlarının gözəl qarğışlarına görə Allah Subhanahu onları islah edib. Daha doğrusu qarğış gözəl olmur, amma bu fikri sizə çatdırmaq üçün mən gözəl qarğış deyirəm ki, insan o qəzəb anında yaxşı dualar eləməlidir. Allah səni islah eləsin, Allah səni şəfa versin. Müəyyən dualar eləməlidir. Yəni ağzın gözəl duaları öyrəşdirməlidir. Həmçinin nə qədər övladlar olub ki, onların valideynlərinin o övladları onların valideynlərinin gözəl qarğışları islah eləyir. Həmçinin sualın içində soruşur ki, bir neçə gün olaraq namaz qılmıram, çünki yoldaşımla qaynanam körpə uşaqla namaz qıldığım üçün mənimlə bərk dalaşdılar, ərimə də haqqımı halal eləmirəm. Yenə deyirəm, əziz bacım, sən elə et ki, sənin namazın onların gözünə batmasın. Əgər o basa-basda sən bir saat namazın içində oturursansa, əlbət ki, buna müdür də danışacaq, qaynana da danışacaq, ər də danışacaq. Xüsusən səndən aslı insanlar varsa namazı uzatma. Peyğəmbər sallallahu aleyhi ve sellem Muaz radiyallahu anhu namazı uzadanda nə deyir ona? Əfəttənun əntə yə Muaz? Ey Muaz, sən fitnəkarsanmı? Və Peyğəmbər sallallahu aleyhi ve sellem özü cəmaata namaz qıldıranda əgər xəstələr, uşaqlar var idisə, heç vaxt namazını uzatmazdı. Heç vaxt namazını uzatmazdı. Əgər gözləyənlər varsa, onları gözlətməzdi. Ümumi ailədə olan, problemlərə, çətinliklərə gəldikdə isə, heç bir çətinlik, əziz bacım, namazı tərk etmək üçün üzr sayılmır. Heç bir çətinlik namazı tərk edəcək qədər böyük ola bilməz. Əksinə,
namaz insanın həyatda itirə biləcəyi ən böyük itkidir. Allah Subhanahu taala sənin işlərini asanlaşdırsın. Selamun aleyküm və rahmetullah.